Bərdə rayon Mərkəzi Xəstəxanasında 2025-ci ilin yekunlarına dair hesabat xarakterli tədbir keçilir. Tədbirin açılışı zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Azala məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğraması nəticəsində həyatını itirmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək 2025-ci ildə görülmüş işlər, problemlər, çatışmamazlıqlar və qarşıda duran hədəflər haqqında ətraflı məlumat verir. Daha sonra bir neçə media nümayəndəsi çıxış edərək Bərdə rayon Mərkəzi Xəstəxanasının kollektivinin səmərəli və keyfiyyətli fəaliyyətindən, Vüsal Məmmədovun media nümayəndələrinin daima diqqət mərkəzində saxlamasından, görülən işlər və tibbi xidmətlər əlçatanlığının təmin olunmasından bəhs etdilər. Tədbir iştirakçılarına maraqlandıran suallar Vüsal Məmmədov tərəfindən cavablandırılıb. Tədbirin sonunda isə Bərdə rayon Mərkəzi Xəstəxanası ilə səmərəli əməkdaşlığa və yeniliklərin işıqlandırılmasında göstərdikləri dəstəyə görə media nümayəndələrinə hədiyyələr təqdim olunub. Vüsal Rafiqoğlu, Mirəli Məhmədov, Aran TV, Bərdə.